Akstafa rayon əhalisinin dayanıqlı və keyfiyyətli içməli su ilə fasiləsiz olaraq təminatını həyata keçirmək üçün Akstafa su meliorasiya sistemlərinin istismarı idarəsi işlərini tərtib olunmuş plan əsasında qurub. İdarə tərəfindən su kanal sahəsi üzrə müxtəlif diametrli polietilen borularda baş verən qəzalar aradan qaldırılıb, çirkab su quyuları təmizlənib və xətlər yuyulub. Bundan başqa 163 ədəd smart, 116 ədəd mexaniki sayğac dəyişdirilib, 14 ədəd yeni sayğac quraşdırılıb. Mərkəzləşmiş, magistral və məhəllə daxili şəbəkələrdə baş vermiş 96 ədəd qəzalar aradan qaldırılıb. Əhalinin fasiləsiz içməli su ilə təminatını həyata keçirmək üçün hazırda rayonun Köçvəlli kəndində layihə icra olunur. Akstafa rayonu Köçvəlli kəndi ərazisində layihə əsasında 1 ədəd transformator, 1 ədəd subartezan quyusu, 2 ədəd gidrofor və 1 ədəd dəmir su çəni istismara verilmişdir. Kənd ərazisində su xətlərinin inşası işləri tam yekunlaşdıqdan sonra hər bir fərdi yaşayış evlərinə su sayğaclarının quraşdırılması işləri həyata keçiriləcəkdir. Əhalinin keyfiyyətli içməli su ilə təmin olunması kənd sakinlərini sevindirib. Uzun illərdir yaşayan su problemi artıq həllini tapmaq üzrədir. Bizim kəndimizdə uzun müddətdir içməli su, yəni xalqımız əziyyət çəkirdi, kəndlilərimiz əziyyət çəkirdi içməli su ilə çox şeydi. İndi sağ olsun ki, bu sahədə bu işləri yaradıblar, qurublar, insanlara içməli su ilə təmin edirlər. Akstafa su meliorasiya sistemlərinin istismarı idarəsi Akstafa rayonunun 24830 hektar suvarılan əkin sahəsinin suvarma su ilə təminatına xidmət edir. Bunun üçün 4 suvarma mənbəyindən su götürülür. Su itkisinin qarşısının alınması məqsədi ilə mütəmadi olaraq torpaq məzarı kanallarda betonlama işləri aparılır. İndi hazırki vaxta kimi mərhələli şəkildə 205 kilometr torpaq məzarı kanal beton üzüklə əvəz olunmuşdur. Bu il əlavə olaraq 3,1 kilometr torpaq məzarı kanallarda betonlama işləri görülmüşdür. Qeyd edək ki, Akstafa su meliorasiya sistemlərinin istismarı idarəsinin balansında 2200 hektar ərazidə suvarmanı yaxşılaşdırmaq məqsədilə 4 ədəd nasos stansiyası mövcuddur. Nasos stansiyalarında payızlıq dənli bitkilərin suvarılmasını mütəşəkkil keçirilməsi üçün cari təmir işləri aparılıb və istismara tam hazır vəziyyətə gətirilib. Bu il ərzində 24 ədəd hidrotexniki qurğu, 2 ədəd mülki və istehsalat binası, 6 ədəd hidrometrik post, 106 ədəd subartezian quyusu cari təmir edilib. Bundan başqa balansda olan 272 ədəd subartezian quyusu vasitəsilə 4200 hektar ərazidə suvarma aparılır.